کانال بیضای اردبیلی. صفات عاشقانه متصفن، عبید گوهر والا صدفسن. اگر سن şiire şah nezefsen, biraz fikreyle gör kimle tarafsan. Əvvəlfəzlə gözətlə ehtirami, biraz fikreyle gör kimle tərəfsən. Əvvəlfəzlə gözətlə ehtirami. Əvvəlfəzlün əzab-əzmi cinandır, ədəb saxla, ədəbli qəhrəmandır. Əvvəlfəzlün əzab-əzmi cinandır, ədəb saxla, ədəbli qəhrəmandır. Gəlib Zəhra da əl-an bağrıdandır, sipariş eylül Əbbasim amandır, bəsidilən şahdır, nozavandır. Sipariş eylül Əbbasim amandır, bəsidilər uşaqdır, nozavandır. Analar dibhələrdən nagirandır, mənim təhtoqlarım qəddi Mənim təhtoqlarım qəddi kəmandır, İki ənquş dilən səsdə omiyandır. Elə nabud o səhyuni mərami. Yuxuda gördü bir sahib bərahin, Hüseynin madəri çadır siyahin. Səlam ərz etdi, döndərdi niqahin. Dedi, xanım, kəşf et pirin iştibahin. Mən 40 ildir sənin oğlun qapısında. Niyə mənlə üzüyü döndərdin? Nə gördüm, gərmi qıldı suziyahin. Nişan verdi əvvəlfəz barıqahin. Dedi, sən mənim oğlumu ziyarət eləməksən, ərz elədim, xanım, gündə 3 dəfə ittifaqən. Dedim, hər sübh zöhr-ü şamıqahim, ziyarət eylərəm hər gün bu şahin. Dedi, yox, nə gördüm, gərmi qıldı suzi ahin, nişan verdi əvvəlfəz barıqahin. Dedi, o oğlumu deyəm, bax, o da mənim oğlumdur, niyə onu ziyarət eləmir? Bir ögeydə olmalıq bilmərik, əvvəlfəz də mənim oğlum. Gene fikir elədi bir şəxsi digər, gərək Səlman ola Əbbasa bərtər. Odur şagirdi, olub bir ömrü şagirdi Peyyəmbər, ona elmində satmaz bu dilavər. O göz-gözünə fikir elədi ki, görəsən Səlman bərtərdir ya əvvəlfəz ilə Səlman bərtər olar. Çünki bu şagirdi danışgahı Peyğəmbər olub əvvəlfəz sənə pəhlivandır. Və Peyğəmbər buyurubdir, midadül üləma əfzəli min dimai şühəda. Səlman alimidir, əvvəlfəz şəhiddir. Binabərin Səlman əvvəlfəzdən bərtər olar. Yuxuda gördü Peyğəmbəri, amma necə gördü? Rəsul-i Əkrəmi gördü mükəddəs. Buyurdu, xətm elə, bəsdir bu sözlər. Tanırsan kimdir Əbbas-ı Dilavər? Odur şagirdi danışgah Heydər. Kimə etsə nəzər ol qanlı gözlər, onlar elmində Səlmandan füzurlər. Dedi filan, sən xam xiyal eləysən. Əvvəlfəzl o qanlı gözlər ilə hər kimə bir nəzər eləsə Səlmandan alim olur. O gün ki zəngi süffeyn oldu bərpa, çəkib 18 ay şiddətli dəva. Əli bir gün verib dəstur quya ki heç kim getməsin meydanə əsla. 16 yaşda Əbbas-ı Dilara edərdi səmt-i meydana təmaşa. Nə gördü bir nəfər meydanda quya, əlini səbb edir basot qərra. Həri pistür təkür hər ləhzə qurra. Gedib əldən əvvəlfəzlün dəvami. Nə dərdim var gətinə zərurət. Mən elə bu ama bundan artıq deyirəm. Elə gələcəyin də bu cür oxusam elə zirəngim. Mən elə bu am. Bəli sən ol əvvəlfəz.
Sən ol əvvəlfəzin o nənəsi yetim balası. Onların ətəyi olsun sənin əlin bu gecə görüm neyniyər. Əlini səbb edir با صوت قرار حریف istür çəkir hər ləhzə urra. Gedib əldən əvvəlfəzlün dəvami edib ehsas ürəkdə inqilabi. Salıp ruhsarına fौरन niqabi niqab örtübdür ruy aftabi minibdir tuğsəni tər kitabi əlində tiyğ fuladı tedavi hərifin üstün al bütün şahabi vurub bir tiyğ ağzından hesabi. Düşüb atdan səgin napak şahid görməyib cəbərməz. Əliyə də yaman deyərlər mənbərlər üstündə. Meydanda yaman deyirlər 16 yaşımız. Yedi babam burasını tapşırmamışdı. Buyurmuşdu getməyin meydanı. Amma buyurmadı mənə yaman desələr də getməyin. Niqabı saldı, uşaqlığı pəhləvanların ağrına gəlməsin. Tanımasınlar uşaqdı, gəlsinlər rəzmə. Yol vurub bir tir ağzından hesabı, düşüb atdan səci napaçı şabi. Gene ol Heydər-i Kərrar-ı Sami, mübariz istədi hər pəhləvani. Dedi day mən ki babamdan bizadə gəlmişəm, bir nəfər öldürməklə qayıtmək mənə əskirlikdir. Qoy 5-10 nəfər bu əli düşmənlərindən öldürüm gəl. Gene ol Heydər-i Kərrar-ı Sami, mübariz istədi hər pəhləvani. Vardı İbn Şəhsa adlı cani, Muaviyə ona yüz tutdu ani. Dedi getdə elə tez bu cəvani, bu təklifə edibdir sərtəkani. Başım toğladı dedi Muaviyə, intizarım var idi, məni böyük adamların rəzminə yollayasan, onun namı nişanı olsaydı, üzünə niqab salmazdı. Mənim üçün nə güdür bu qəhrəmani, hərifim üçün dəcül sərdar nami. Məni kimin zənginə yollaysan, vardı yetdi oğlu vırdı hey hey. Kiçikdən yolladı rəsmə peyapey. Sınıflar üçün qədəh cari olub mey. Yonu ustadı xət tez qələmli. Vardı yetdi oğlu vırdı hey hey. Kiçikdən yolladı rəsmə peyapey. Sınıflar üçün qədəh cari olub mey. Yonu ustadı xət tez qələmli. Əmudi ya üfuqi xət edib tey. Qələm tək yazdı şəmşiri əlif bey. Atası marifitə düşdü tün yey. Vardı yetdi oğlu bir sələvat cəmalına deyil. Vardı yetdi oğlu vırdı hey hey. Kiçikdən yolladı rəsmə peyapey. Sınıflar üçün qədəh cari olub mey. Yolu ustadı xət tez qələmli. Əmudi ya üfuqi xət edib tey. Qələm tək yazdı şəmşiri əlif bey. Atası marifitə düşdü tün yey. O da gəldi edi öz işlikin qey. Yetişdi ta Əlinin öz qeyami. Onda gördü Əli bir nəfər yollayıb. Oğul da gücün bir yazında saxla Kərbəlayı. Saxla Zeynəbin qabı. Qayıtdı qatil şeytanı vəsvas. Əsur əmma əlində tiyği əlmas. Həvada əksal manənd əqqas. Hüseyin tez etdi məsuliyyət ehsas. Hüseyin gördü Əmirəl-Möminin təqribən qəzəbalıda qədəm vurur. Əvvəlfəz də qızarıb, yorulub, hər axıyalından gəlir yavaş yavaş. Hüseynin ürəyindən bir kitab söz geçdi. Bu fasilədən. Hüseyin tez etdi məsuliyyət ehsas. Dedi Mavlaya ey Pakizə ənfas, amadasən, bir sətir ağlamalı sözü var, hamısı qəsidədir, şəcaət.
bir sətir, para sətir anlamalı söz var burada. Görüm necə əşli şoqdur keçən. Hüseyin tez etdi məsuliyyət ehsas. Dedim olaya, ey pakizə ənfas. Ona bir söz demə, ey əşrəf-i nas. Azıqlanma baba, tez ağlar Əbbas. Allah'a qatir, həqqə hami. Baba səni səhv eyləmişdi. Qovmin əsnas olub Allah'a qatir, həqqə hami. Onları doladı Hüseynin boynuna dedi bala, Allah sizi bundan da artıq bir-birinizə mehriban elədi. Dinmərəm, azıqlanmaram, qorxma. Ondan Hüseyin babasını boşladı, yüz qoydu Əbəlfəzlə say. Hüseyin tez ol məhir Ənvərdən öpdü. Qızarmış surəti Əhmərdən öpdü. Görüb Əbbas ağa nökərdən öpdü. O da tutdu şəhi məhşərdən öpdü. Hüseyni sinədən həncərdən öpdü. O peyğəmbər öpən ləblərdən öpdü. Hüseyni sinədən həndərdən öpdü. O peyğəmbər öpən ləblərdən öpdü. Əli birdən iki yollardan öpdü. Gene tutdu uzun əllərdən öpdü. Dedi Allah özün zorla balamı. Gərəz bu nocavani musibətini oxumayaq deyəm. İşarə eləyəm, fəqət dua eləyəm, deyən olmasın. Gərəz bu nocavani sərqamət ucaldıqca yaxınlaşdı qiyamət. Evin icidi böyüdükcən deyərlər, xoş afilənkəsin halına. Oğlanları da icid olur. Amma Ümmülbəninin oğlu ucaldıqca Zeynəbin qiyaməti yoxunlaşır. Ta oradan ki Şəms-i İmamətlə Qəmər-i Bəni Haşim Nəhri Əlqəm kənarında bir qol boyun oldular. Qanlı üzüm qoydu Hüseynin üzünə. Orada şair deyər ki bu iqtiran-ı məhumə bir əlamət idi ki qutsayan bilərlər Zeynəbin qiyamətidir. Bu ayla günün qudaqlaşmağı. Xudaya and verirəm Əbəlfəzlə Hüseynin o qol boyun olan zamanına. Amma hansı qol boyun olma? O qol boyun olma ki Hüseyin qollarında oladı onun boynuna. Onun qolları bədənində dördü.